Bu il müəllimlərin işə qəbulu müsabiqəsində dəyişiklik edilib. Vakansiya seçiminin birinci mərhələsində daimi əsaslarla çalışan müəllimlərə və şəhid ailəsi üzvlərinə üstünlük veriləcək. Müsabiqə əvvəlki illərdə olduğu kimi bu ildə iyul-avqust aylarında keçiriləcək. Bakı, Sumqayıt və Abşeronda işə qəbulun daha obyektiv aparılması üçün müəllimlərin yer dəyişməsi yalnız müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə aparılacaq. İndi qüvvədə olan qaydalara baxsaq, təbii ki, bu qaydalar 10 il qabaq qüvvədə olan və tətbiq edilən qaydalardan əhəmiyyətli dərəcədə fərqlənir. Biz imtahan müddətinin 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılması barədə qərar qəbul etdik. Test imtahanına ənənəvi qaydada 60 dəqiqə, 60 sual təqdim olunacaq, amma bu 60 sualın cavablandırılmasına görə verilən qiymətlər fərqli olacaq və ümumilikdə namizədlər əvvəlki kimi 60 bal yox, 100 bal toplayacaqlar.